Selamünaleyküm. Ben bugün yine sizlerle sağlamlık hakkında danışmalar, xüsusən istirahat barədə. Bax, buyurun, gel. Bak, görürsünüz, bu alt ağaca gedirik. Bak, dağlar, bakın. Görürsünüz, başı qardı. Bugün aprelin neçəsidir? 2025-ci il, aprelin 19'u. Görürsünüz, dağların başı qardı. Ne güzel mənzərə var. Baxın, bax. Hər yer gözəl, bax, meşəlik. Yəni, istirahət üçün ən gözəl zamandır, vaxtı. Çıxışlarım, roliklərim ancaq imkanı məhdud olanlar insanlar üçündür ki, istirahət eləmək üçün bəhanə yox, vaxt lazımdır. Bax, gəlmək üçün, bax, belə, bax, təxminən şəhərdən çıxsaq 1 saata, yarım saata, 40 dəqiqə çatırsın, belə gözəl. Görürsünüz, bax. Bu görürsünüz, bax, bu dağlar hamısı, bax, onu göstərir. Baxırsınız, bax. Baxın, bax. Bu gözəlliyi, bax, gəlmək üçün. Səhər gəlib, axşamda qayıt istirahət eləmək üçün kim imkanı varsa, bəli, daha gözəl yerlər var, gedə bilər. Amma imkansız adamlar var, burada gəlib heç olmasa havasını, mühitini dəyişə bilər. Psixoloji durumu yaxşılaşdırmaq üçün mütləq mühit dəyişilməlidir.